Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccel fərəcəhum. Esselamun aleykum və rəhmətullah. Hörmətli Həzrəti Zəhra TV izləyiciləri, sizləri bugünkü verilişimizdə xoş gördük. Necə verilişdir ki, siz əzizlərin görüşünə gəlirik. Bugünkü mövzumuz da İslamın ən qaynar nöqtəsi olan, aktual mövzulardan biri olan Əhl-i-Sünnə kitablarında İslam tarixindən söhbət edəcəyik. Və bugünkü mövzumuzun davamı olaraq hörmətli qonağımız Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəncanidir. Selamun aleykum hacı. Xoş gəlmişsiniz studiyamıza. Aleykumussalam və rəhmətullah. Bəndə də salam ərz edirəm sizin məhzərinizə və əziz tamaşaçıların məhzərinə. Həmin o cürlə ki, siz müqəddəmətən tövzih verdiniz, istəyirik bəyan eləyək. Biz miqyasımız olsun Əhl-i Sünnətin kitabları. Onlar hər nə yazıblar, onu gətirək, müqayisə eləyək. Yəni onu milak qərar verək. Onu mizan qərar verək. Bəhsimiz budur. Deyək ki, qardaş Əhl-i Sünnət, hər nə yazıblar, o düzdür. Biz şiiyik, onlar Əhl-i Sünnətdirlər. Hər nə onlar yazıblar, onu biz gətirək, qəbul eləyək. Biz qəbul varımız. Aya özləri də qəbul varlarıdır, ya xeyr. Pəs bənabərin bizim işimiz budur bu bəhsimizdə ki, görək onlar nə yazıblar. Onları yazanı biz şiyələr qəbul varımızdır. Görək özləri də qəbul varıdır, ya qəbul yoxlarıdır. Xoş, buradan işimizi şuru eləyək. Hörmətli izləyicilər, bugünkü məqsədimiz Ağay Musəvinin də buyurduğu kimi, məqsədimiz vəhdət təşkil etmək, ixtilafları aradan qaldırmaqdır. Yəni biz bir şiyə olaraq şiyə mənbəyində olan kitablara müraciət eləmirik. Əhl-i Sünnə qardaşlarımızın kitablarına müraciət edib, onların hədislərindən, tarix kitablarından özümüzə örnəklər götürəcəyik və çalışacağıq ki, vəhdət təşkil edək, ixtilafları aradan qaldıraq. İnşallah müvəffəq olaraq bu işdə. İnşallah. Buyurun. Xoş, biz istəyirik, deyək ki, hər nə onlar yazıblar, onlar biz deyəni isbat edir. Yəni, istəyirik dünyada qardaşlığı vüsət verək. Müsəlmanlar hamısı nə olağa? Ola qardaş. Dava olmaya, siz deyəriz ki, toqquşma olmaya, ixtilaf olmaya. Yolunun biri budur. Oturaq o ki yazıb indiyə kimin, onlar yazıb, onu gətirək, oxuyaq görək nə yazıblar. Biz qəbul varımız. Xoş, bir nəzərəm bura kimin tahudu yetirə bildim sözümü da. Bəli, hazır. Xoş, əvvəlin mətləb ibarətdir bundan. Quran buyurub ki, İnnəməl mu'minunə ixvə. Yəni, mənası nədir? Yəni, müsəlmanlar bahəm qardaşdırlar. Xoş, bu qardaşlığı nə cür saxlayaq? İxtilaf olmasın. Yolu budur, öz tariximizə baxaq. Xoş, ikinci mətləb, əvvəlci mətləb roşən oldu da, müsəlmanlar Quranda qardaşdırlar. İkinci budur ki, xoş, deyəm şiə bu cür deyir, deyəcəklər, ağa, qəbul yoxumuzdur. Bəndə ərz edirəm, ağa, sən deyənə baxaq. Xoş, biz bu cür şuru edirik, Qur'an-ı Kərimi kim çox düşünür? Qeyrəz Peyğəmbər, kim Peyğəmbərcə Qur'anı bilir? Heç kəs. Yetirə bildim sözümü. Qur'anı Peyğəmbər gətirib. Qur'anı da heç kəs Peyğəmbərdən yaxşı bilmir. Düzdür? Söz yetirə bildim. Xoş, bu Peyğəmbər ki, Qur'anı təfsir eləyib, biz bu əziz qardaş Əhl-i Sünnətdən soruşuruq. Hanı Peyğəmbərin təfsiri? Təbərinin təfsiri var. Düzdür? Məgər Təbəri Peyğəmbərdir? Xoş, əcəb ağayı Təbəri yazan təfsir var. Müsəlmanım, möhtərəm müsəlman,
Niyə Peyğəmbər ki 23 il təfsir deyib, ondan siz yığmamışız bir yerə? Niyə? Əvvəlin sualımız budur. Tarixi, Əhl-i Sünnətin tarixini oxuruq. Və deyirik, bu tarixdə bəs Peyğəmbər deyənlər niyə yoxdur? Çox gözəl mövzuya toxunursunuz. Bəli. Çox gözəl mövzuya toxunursunuz. Bəli, baxın, bu Səhih Müslimdir. Biz şiələr ehtiramla, həddi əksər ehtiramla bunların kitablarını deyirik, siz deyən bizimdir. Siz yazan müqəddəsdir. Amma niyə Buxari yazdı, Peyğəmbər yazan hanı? Peyğəmbər 23 il yazıb, yəni deyib yazıbla. Niyə Səhih Muhammed ibn Abdullah yoxdur aləmdə? Mən yetirə bildim. Sən öz dilincə mənə tozif ver görüm, yetirə bildim. İstəyirəm deyəm ki, niyə Peyğəmbər yazan deyiblə yazılıb, mətalib, o niyə yoxdur? Hörmətli tamaşaçılar, Ağay Musəfinin nəzərində bugünkü mövzumuz budur ki, məqsəd bunu açıqlayır ki, bir çox təfsir kitablarımız vardır. İslamda çoxlu təfsir kitabları yazılıb. Amma niyə görə Peyğəmbər 23 il öz Allahından bilavasitə vasitəsiz olaraq qəbul etdiyi Quranı təfsir edib, hədislər çatdırıb, amma onlar yoxdur. Yəni Peyğəmbərin öz kitabı, öz təfsirindən, dilindən gələn yoxdur. Müxtəlif alimlərin var. Yəni buna nə səbəb oldu və nə illət, nə səbəblər irəli gəldi ki, bunlar baş verdi? Bəli, bəli. Pəs الان biz qəbul edirik Səhih Buxari həm onlarındır, həm bizimdir. Xub, əvvəl Bismillahirrahmanirrahim yazıb Səhih Buxari. Deyirəm, Cənab-ı Ağay Buxari muhtərəm, Peyğəmbər imla eləyib, imla. Bəli, yazıbdır. Və Ömər yazıb, Osman yazıb, Əmirül-Mominin yazıb, Əbubək yazıb. O səhih necə olub? Mən özüm cavab deyirəm. Şiələr gilayələri var. Bilmirəm gilayə ləfsi nə cür deyim. Giləmənd. Nigarandılar ki, niyə görə? Nigarandılar. Nigarandılar. Niyə? Peyğəmbər 23 il Allah deyib təfsiri bu ayə budur, bu surə budur. Niyə bunlar yoxdur? Amma Buxari deyir, İslam budur. Pəs şiənin sualı var. İxtilafı yoxdur. İnnəməl mu'minunə ixvə Qur'an ayəsidir. Tamam müsəlmanlar qardaşdılar. Dava və toqquşma və ixtilaf İslamda yoxdur. İstəyək bunları yığaq, əvvəl gərək bizə cavab verirlər. Biz deyirik, ağacan, ixtilaf istiriz, yığasınız, aləmdə ixtilaf olmuyor. Bu sualatı ki, Əhl-i Beyt buyurublar. Mənə Musəvi danışıram ama bu mətləbi Əhl-i Beyt buyurublar. Peyğəmbər imla eləyəni biz yazdıq, saxladıq, yəni Əhl-i Beyt. Amma Cənab-ı Əbubək, Cənab-ı Ömər, Cənab-ı Osman onlar qoymadılar bir dənə bu rivayət-های Peyğəmbərin rivayətlərindən kitab olar. Hörmətli izləyicilər, Ağay Musəvinin bizə məqsədi budur ki, İslam tarixindən bir neçə əsr sonra kitablar yazılıb, bizə çatdırılıb. Niyə görə Peyğəmbərin öz təfsiri çatdırılmayıb? Yəni biz Ağay Musəvinin dediyinə görə, yəni biz bura ixtilaf üçün toplaşmamışıq. Sadəcə biz şiə olaraq sual veririk, ixtilafları aradan qaldırmaq istəyirik ki, yəni insanlar, müsəlmanlar, sünni və şiə qardaşlarımız qardaş olaq, vəhdət təşkil edək. Yəni ixtilaf yoxdur. Sadəcə burada suallarımız var. Bəli. Ağay Musəvi suallar verəcək. Bəli, sual varımız, nə ixtilaf? İxtilaf yoxdur. İstəmirik ixtilaf ola. İxtilafı biz düşməndən bildirik. Xob, əvvəlin sualımız da roşan oldu. Ağa, şiələr, Əhl-i Sünnət qardaşlardan soruşuruq. Səhih Buxari mənim gözümün üstündə. Durust. Amma Buxari Peyğəmbəri görməmişdi ki. Düzdür. Öməri də görməmişdi, Əbu Bəkri də görməmişdi, Osmanı da görməmişdi, Əli ibn Əbi Talib əleyhisselamı da görməmişdi. Əcəb Peyğəmbəri görən şəxsilərin kitabı yoxdur. Bu mətləb qutuldu. Bəli. İkinci mətləb. Deyirik, Peyğəmbər yazanı istəmirik, eyb eləməz. Yoxdur, yoxdur, qəbul.
Hala hər dəlillə yoxdur. Əli ibn Əbi Talib də hər nəmə yazıb, o da xop, deyək, yoxdur. Amma niyə Əbu Bəkrin kitabı yoxdur? Buxarinin kitabı var. Cənab-ı Əbu Bəkrin niyə kitabı yoxdur? Peyğəmbərin yanında əyləşən, Peyğəmbərin sözünü eşidən, Peyğəmbərin səhabəsi, Peyğəmbərin qaynatası. Düzdür, qaynatası olur da. Cənab-ı Əbu Bəkridir. Bu Həzrəti Ağa niyə Peyğəmbərin yanında vardı? Bunun kitabı necə olub? Peyğəmbər deyirdi, o da yazırdı. Mən cavab deyirəm bunları, özüm cavab deyirəm. Peyğəmbər nəmə yazmışdı? Özüz yazmışız. Ömər dəstur verdi, hər nə tapsaz rivayət Peyğəmbərdən otlayın. Otlayın türküsünü. Yandırın. Yandırın. Niyə yandırın? O Şiə deyir, gəl qardaş olaq. Amma qardaş olundan sonra danışaq da. Xob, haqqım var, benim bir kiçik qardaş, böyük qardaşıma deyəm. Deyəm, böyük qardaşdan, mən böyük qardaşım ol. Əziz qardaş, əhl-i sünnət. Niyə Peyğəmbər zamanında ağayı Əbu Bək vardı, Əli ibn Əbi Talib əleyhissalam vardı, Cənab-ı Əbu Bək, Cənab-ı Osman, Cənab-ı Ömər. Niyə onlar əvvələn yazmadılar Peyğəmbər deyəni? Yazılanı da Ömər dəstur verdi, otladılar. Əbu Bərk getdi, dedi, ağa 500 dənə mən qalə Rəsulullah yazmışam. Əhl-i sünnət yazıblar, Ömər dəstur verdi, otlayın. Niyə otluyaq? Niyə Peyğəmbər özü otlamadı? Bunlar Şiənin sözüdür da, sual eləmə günahdır. Cənab ağayı Seyid-i Buzurgu var. Ağayı Musevi. Xob. Sual pəs roşan oldu, mən yetirə bildim. Pəs cavabı da özüm dedim. Dedim, 2 dənə xəlifə. Xəlifə əvvəl Cənab-ı Əbu Bək, xəlifə dovom Cənab-ı Ömər. Niyə Peyğəmbərin sünnətini ot vurdular? İttifaqən bunların tərəfdarlarının adı nədir? Siz buyurun, əhli sünnət. Sünnəti yandırana deyərlər əhli sünnət. Bu bizim sualımızdır. Behtərin rəviş ilə siz bu mətləbi yetirə bilsəz, mənim nəzərimə də mətləbi yetirdim mən. Deyəm, ağa, biz sual edirik, mən Şiiyəm qardaşımdan, Sünnə qardaşımdan soruşuram, Ağay Vəhhabidən soruşuram. Ağa, sizin kitablarınızda yazıbla Peyğəmbər nəmə danışmışdı? Sünnəti Peyğəmbər, xəlifələr yandırdılar. Niyə yandırdınız? Əgər bu İslamıdır, İslamı otlamazlar ki. Əgər İslam döyürdü, məgər Peyğəmbər qeyri-əz İslam mücat deyər. Yetirə bilirəm. Bəli, yetirə bilirsiniz. Pəs əgər Peyğəmbərin sözün qəbul varızdı, möhtərəm müsəlman, xob Peyğəmbər deyəni yığıydı, saxlayıydı. Qarn əvvəldə hər kəs qalə Rasulullah dedi, bilmirəm şikəncəyə nə deyəriz siz? İşkəncə deyəriz. Şikəncə. Xob, şikəncə elədilər. Hər kəs təfsir yazırdı, Ömər kötək vururdu. Səbi Qəraqi gəldi da, ya Əmirül-Müminin və zariyat, vəl-mursəlat və nazat. Mənası nəmədir? Cənab-ı Ömər şəllaq getdi xurma ağacından. Vurdu, başından ayağı oldu qan. Ondan sonra təbid elədi. Dedi, sən niyə istəyirən Quran düşünəsən? Xob, mən Şiiyəm. İstəyirəm deyəm, sizin xəlifəz niyə Quran düşünənə kötək verir? Əgər mən yetirə bilməsəm, siz tozı verin. İlk balaca bir məqsədimizi çatdıraq tamaşaçılara. Əziz tamaşaçılar, burada Ağay Musəvinin, hörmətli qulağımızın məqsədi budur ki, yəni təfsirlər yazılıb, düzdür, biz onları bir qırağa qoyuruq. Amma yəni niyə görə Peyğəmbərdən sonra bu 4 xəlifə gəldi? Biz Həzrət Əlinin kitabını deyək ki, qoyuruq qırağa. Amma niyə görə Ömər, Əbu Bəkir, Ömər, Osman, yəni bunların bir İslamın haqqında bu qədər 23 il Peyğəmbərin yanında iştirak edədilər, amma bir kitab yazmadılar və bunu da qoyaq bir qırağa. Və kitab yazanları da özümüz də səhih hədislərdən bilirik ki, Səhih Buxarıdan, Səhih Müslimdən oxuyub görürük ki, və kitab yazanlara hədisləri toplayırdılar, yandırırdılar. Yəni, məqsəd nə idi? Yəni, biz deyirik ki, əhl-i sünnətik, bu necə sünnətin daicə getmək oldu ki, biz sünnəti hədisləri yandırırıq? Bəli. Buyurun. Xob, bu ikinci sual oldu da. Bəli. Əvvəlci sual budur ki,
Əshab-ı Peyğəmbər idilər bunlar da. Peyğəmbərin sahabələri idilər. Əbu Bəkr, Ömer, Osman. Xub, mورد ehtiram. Xub, sahabəhay Peyğəmbərin sahabələri özləri yazmadılar. Dürüst? Özgə yazanı da otladılar. Təfsir deyənə də şikəncə elədilər. Dürüst? Xub, əl'an muhterəm aliman əhl-i sünnət deyir, İslam budur. Səhih Buxari. Bismillah. Görək Səhih Buxari. Hər nə desə mən qəbul edirəm, amma onlar qəbul eləsin ha. Təəccüb edirəm. Mən hər nə mən nəql edirəm bu kitabdan, muhterəm uləmayı əhl-i sünnət, bizim əziz qardaşlarımız öz kitablarını qəbul eləsinlər. Şumarə 45-ci bu kitabda yazıb, əhli kitab, Yahudular, Nəsaralar gəldilər Cənab Ömərin yanına. Dedilər, sən dinən əl-yevm əkməltu ləkum dinəkum ki nazil olub, Əli ibn Əbi Talibin barəsində deyil. Qədir-i Xumda nazil olmuyor. Dinən ayrı yanda nazil olub. Ömər də deməndə deyərəm. Xob, sual. Cənab-ı xəlifə gərək Peyğəmbərin sözünə baxar, ya Yahudu Nəsaranın? Əlbəttə ki, Peyğəmbər sözünə. Xob, pəs əvvəlimci sualımız qutuldu, ikinci də bu olur. Əvvəlimci sualımız budur ki, niyə onların kitabların beynindən apardı? Kitab yazmadılar ki, heç yazanların kitabında beynindən apardılar. Amma ikinci sual budur, xob, bu gərək Peyğəmbərin sözünə baxar. Səhabe-i muhterəm Peyğəmbər, Əbu Bəkr, Ömer, Osman gərək Peyğəmbərdən sonra Peyğəmbər deyəni piyad eləyəydilər da, icra eləyəydilər, siz nə deyəriz? Xob, sual budur ki, bu Səhih Buxari yazıb, bu da şumarə 45. Xob, bu 45-i mən oxuyum. 45-ci səhifədir. 45-ci nə? Şumarə hədisdir, hədisin şumarəsidir. Xob, yazıb ki, أن طارق بن شهاب أن عمر بن الخطاب أن رجلا من اليهود قال يا أمير المؤمنين آية في كتابكم تقرؤونها لو علينا معشر اليهود نزلت لاتخذنا ذلك اليوم عيدا. Yahudular gəldilər, Ömərə dedilər ki, Ömər, əgər əl-yevm əkməltu ləkum dinəkum, biz Yahuduları nazil eləydi, biləcəkdik, xilafət günüdür, Eyd-i Qədir-i Xum bayram eləyəcəkdik. Sən bir iş gör, ta əl-yevm əkməltu ləkum dinəkum bayram olmasın. Bu Səhih Buxaridir ya. Biz şiyələr qəbul varmızdır bu yazılanı burada ha. Dalid yazıb ki, bəli, qalə əyyətə ayə, Ömər dedi, hansı ayə? Qal, əl-yevm əkməltu ləkum dinəkum. Qal, Ömər qəd ərəfnə zəlikəl yevm. Bəli, o günü tanırıq. Qədir-i Xum döy, haradır? Vəl-məkanəl-ləzi nəzələt fih ələn-nəbi və huvə qaimun bə ərəfə yevməl cümə. Ərəfədə cümə nazil olub. Xob, mən şiiyəm. Əhli sünnət qardaşlar yazanı qəbul varım. Bizə cavab versinlər, niyə Yahuduların sözünə baxdı? Peyğəmbərin, Əli ibn Əbi Talibin sözünə baxmadı. Diqqət etdiləsi bir sözdür. Xob, kiçik sözdür bu? Bəli, çox böyük sözdür. Xob, bu neçinci şumar oldu? 45. 45-ci. Nömrə 4400. Nömrəyə hədis. Hədisin nömrəsi. Səhih Buxari. Buxarinin səhih kitabında. Orada yazıb, iddi Yəhudilər, əhli kitab getdilər Ömərin yanına, dedilər, gözlə, muvazıb ola, Eyd-i Qədir-i Xumu millətlər bilməsin. Dinən bu ayə harada nazil olub? Ərəfədə Ruzi Cümə. Ömər də mən də deyərəm. Xob, oldu neçə dənə nömrə? 2 nömrə. Xob, üçüncü 4606-cı nömrə. Nömrəyə hədisi Buxari. Duruz. Və 7268-ci nömrə. Hörmətli tamaşaçılar, deyən istəsəz, siz də yaddaş edə bilərsiniz, qeyd edə bilərsiniz və baxa bilərsiniz ki, bu hədislərə özünüzdə şahid ola bilərsiniz. Bəli. Səhih Buxari hər nə yazsa,
əziz qardaşlar, əhl-i sünnət buyururlar ki, ağa, səhihdir. Adını səhih qoyublar da. Allah sizi saxlasın. Müsəlmanlar, səhih kitablarımızda kitab-ı əvvəlimiz nədir əz nəzər ağayan əhl-i sünnət? Həmun Səhih Buxari. Dörd yerdə, nə bir yerdə, nə iki yerdə, iki şahid bəsdir. 4 şahidi gətirib. Ağa, Yahudular gəldilər, Ömərə dedilər, gözlə, eydə qədiri xon bilinməsin. Xob, mənim günahım nədir məni şiyənin? Deyirəm, qardaşıq, ixtilaf olmasın, birlik olsun, müsəlmanlar müttəhid olsun, əl-ittihad fil-İslam vəl-muslimin, yəd-i vahidə olsun, biraz olsunlar. Amma müttəhid olandan sonra, qardaş olandan sonra sual eləyənmək, xub, sual elərik də, ələn qardaş, özümüz də müttəhid, qardaş olandan sonra soruşuruq, bu kitabımızın üzü ilə xəlifənin əməli mütabiq Qur'an deyil, mütabiq sünnət Peyğəmbər deyil. Duruz. Buradan soğuşaq. Tahudu deyir, roşan oldu da. Xob, mətləb-i bədi. Peyğəmbər Ali ibn Əbi Talib, Həzrət Fatimə Zəhra, Əl-Həsən və Əl-Hüseyin. Bunlara deyərək, Ali Əba. Xob, bunlar var idilar ta ruza Aşuriya kimi İmam Hüseyin də var idi. Düz? Bəli. Xob, o zamanda Əbu Bəkr ölmüşdü, Ömər, Osman yoxudular. Amma Muaviyə də öldü, ta Yezidə kimi idi. Xob, soruşuram, 4 dənə xəlifə-i Raşidin deyərik. Əbu Bəkr, Ömər, Osman, Əmirul Müminin. Bir də ki, Muaviyə. Onlar neçə dənə? 5 dənə. 5 dənə də bizim varımız özümüzün. Peyğəmbər İslam Ali ibn Əbi Talib. Çünki Ali ibn Əbi Talib orada da var, bu 4 dənə olur. Duruz? Xob, 5 ilə 4 neçə olar? 9. Bu 9 nəfər İslamın əvvəlində idilər, İslamın sərçeşməsidir. Siz sərçeşməyə nə cür deyəriz? Çeşmənin başı. Çeşmənin başı. Bulağın gözü. İslamın bulağının gözündə 9 nəfər adam var idi. Mənbəsində 9 nəfər. Niyə bunlardan heç biri əhl-i sünnət gözü ilə baxağa? Məzhəb-i Muhammədi yoxlarıdır. Məzhəb-i Ömər yoxdur. Əbu Bəkr yoxumuz. Öməri, Əbu Bəkri yoxumuz. Məzhəb-i Ömər yox, məzhəb-i Osman yox, məzhəb-i Əli onların nəzərində yoxdur. Məzhəb-i Muaviyə, məzhəb-i Yezid yox, məzhəb-i İmam Həsən, Həzrət Zəhra, məzhəb-i İmam Hüseyin, məzhəb-i İmam Həsən. Bu 9 nəfəri ki, İslamın bulağının gözündə idilər, tamam İslamdan nəmə çıxırdı, görürdülər. Bunların adı heç məzhəbi yoxdur. Qarn-ı dovvum, sevvumda Əhməd ibn Həmbəl olub rəis məzhəb. Şafii, Malik, tərtibi bu cürdə, Əbu Hənifə, Malik, Şafii, Əhməd ibn Həmbəl, 4 dənə və tərtib. Heç bir Peyğəmbəri görməmişdilər. Mənim haqqım var qardaş olandan sonra soruşam, deyəm qardaş, əziz qardaş, böyük qardaş, əhl-i sünnət qardaş, Allah səni hifz eləsin. Sən məzhəbin nədir? Deyəcək, ağa, mənim məzhəbim Şafii. Deyəm, Allah rəhmət eləsin Şafiin. Şafii əslən mütəvəllid olanda Peyğəmbər neçə ildir fəvt olmuşdu. Bu əcəb Peyğəmbərin öz məzhəbi yoxdur. Əbu Bəkrə niyə müqəllid olmuruz? Hardan gəldi bunlar dürüst oldu, düzəldi bunlar? Axı bir məqul işdir ki, İslamın əvvəlində ta Aşura 62 neçə olar? 61. 61 il İslamdan soğuşmuşdu. İmam Hüseyin dedi, mən öldürürüz. İndiyəkin dediği İslam deyil. Bəs Aşuranın fəlsəfəsini bildik. İmam Hüseyin dedi, Peyğəmbər gətirən İslamdan məzhəb yoxdur. Əlan da bax, Kurey zəmini axtarasan. Bir nəfər deyək, mən Öməriyəm. Əslən, məzhəbi binamı Ömər yoxdur ki o. Dünyada bir məzhəbi yoxdur binamı Əbu Bəkr. Ağa deyir, mən Malikiyəm. Baba, Malik qarn dovvum sevvumunkudur. Əcəb Peyğəmbər yazan, Peyğəmbər deyən məzhəb olmadı. Malik deyən oldu məzhəb. Mənim haqq sual yoxumdur, öz qaradaşımdan əhl-i sünnətdən eləyəm. İzlərə biraz tozih vereyim. Bəli. Ağa Muhsin'in bizə çatdırdığı budur ki, İslamın əvvəllərində 9 nəfər olmuşdu.
Və 9 nəfərdən də çox səhabələr olub, tabeinlər olub. Yəni onları da biz nəzərə alsaq, tam minlərlə şəxsdir. Nəyə görə bunların adına bir məzhəb yoxdur? Muhammedin məzhəbi yoxdur, yaxud Əlinin adına bir məzhəb, Həzrət Əlinin adına bir məzhəb yoxdur, Osmanın olsun, Muaviyyənin olsun. Amma heç peyğəmbəri görməyib və 2 əsr ondan sonra yaşamış insanların adına bugün məsələn Sünni məzhəbində 4 nəfərin məzhəbi vardır. Yəni bunlar insanı düşünməyə vadar eləyir ki, bunlar İslamdan kənar bir firqələrdir, kənar məzhəblərdir. Yəni peyğəmbərə heç bir bağlılığı yoxdur bunların. 2 əsr arasında fasilə var. Bəli, Hacı. Bəli, baxın. Yəni bunların İslamla heç bir əlaqəsi yoxdur. Bəli. Mən əlan misal deyim sizə də. Zahiren 4 dəqiqə vaxtımız var. Mühim söz qalacaq sonraki cəlsiyə. İnşallah. Baxın, Buxari, Muslim, Əbu Davud, Tirmizi, İbn Macə, Nəsai. Oldu neçə nəfər? 6 nəfər. Bunlara deyirlər sahiban-ı kitabı-hay əsli əhl-i sünnət. Əhl-i sünnətin əsli kitabları bunların. 6 nəfər yazır. Duruz. Bunlar gəldilər, gördülər, mərdum içində 4 nəfər məzhəb gəlib. Qulaq asa, bunlar qarni dovumun əvaxirində idilər. Mən deyənlər, Buxari, qarni sevumun adamlardılar bunlar. Gəldilər, gördülər, qarni dovumda Şafii var, Malik var. Nə deyiriz adı? Əhməd ibn Həmbər. 4 məzhəb. Bu mühim sözdür. Nəinki mən deyirəm mühimdir. Özü mühim sözdür. Fikirləşməli sözdür. Gəldilər, bu 4 kitabı yazan, Buxari, Muslim, Əbu Davud dedilər, bu 4 dənə məzhəbin sahabından bir kəlmə biz İslam qəbul eləmirik. Xob, sual. Müsəlman qardaş, əhl-i sünnət qardaş, İnnəməl mu'minunə ixvə. Mən kiçik qardaş, sən böyük qardaş, sən istəyirəm məni hidayət eləyəndə, mən soruşan deyəm, ağa, sizin bu 6 alimizdən heç biri sizin 4 məzhəbizi qəbul eləmir. Bir dəfə ad da gətirmədilər. Bir yol Səhih Tirmizidə adı gəlib Əbu Hənifənin beinvanı ravi. Dedilər, ağa, biz bu 4 alimdən bir kələmə İslam qəbul eləmək. Xob, sual. Əziz qardaşlar, əhl-i sünnət, sizin alimlərinizin əvvəlində 4 dənə sahiban-ı səhasitdə deyiriz da. Əcəb olar sizin məzhəbinizi qəbul eləmədi, yox, siz niyə bunları qəbul edirsiniz? Sən bunu tozih ver, görüm, aya mən yetirə bildim ya yox. 6 dənə böyük alimləri var. Buxari, Muslim, dedim bunlar. Sahiban-ı kitabı 6 qanə deyərik, 6 dənə. Bunlar ki, Üləma-i əhl-i sünnətin böyüyü bunlardır. 6'sı da dedi, bu 4 məzhəbin heç birini qəbul yoxumuzdur. Ağay Musəbinin məqsədi budur ki, Sünnilərin nəzərində 4 böyük məzhəbin başçıları 4 nəfərdilər. Və 6 dənə də onların böyük alimləri ki vardı, onların kitablarına səhih adı verib, onların kitablarını qeyri-şərtsiz qəbul edirlər. Amma nəyə görə biz baxanda bu kitablara, 6 dənə kitaba, bu 4 dənə məzhəbin banilərinin heç birinin adı gəlmir. Bir dənə Hacağanın buyurduğuna görə Tirmizinin kitabında gəlir, o da ravi ünvanında. Yəni onların heç birinin nəzərini qəbul edirlər. Əslən məzhəb, sən yaxşı yetirdin, biraz yadıma saldın. Yəni Ağay Buxari nə Maliki idi, nə Şafii idi, nə Həmbəli idi, nə Hənəfi. Muslim deyir, ağa, mən nə Şafiiyəm, nə Malikiyəm, nə Həmbəliyəm, nə Hənəfi. O birisilər də o cür. 4 dənə heç bir etiqadları yox. Sənin alimlərin bu 4 məzhəbi qəbul yoxundur, sənə kim deyib qəbul elə? Mən də cavab deyirəm. Bu alimlərin məzhəbin hakimlər, bilməm, hala ibarətən deyə bilirəm. Hakimlər, o vaxt ki, dövlətləri ki, qudrət onların əlində idi, onlar gətdi bu 4 dənəni məzhəb elədi. Dövlət, siyasət bunları məzhəb elədi. Sən bu cür məzhəb sədr İslamda, İslamın əvvəlində yoxudur. Ərzim tamam oldu. Pəs bu 4 məzhəbin bunların yazmağı ilə, Müslimin yazmağı ilə, Buxarını yazmağı ilə 4 dənə məzhəb Kurey zəmində binamı məzahibə 4 dənə əhl-i məzhəb yoxdur əslən. Ərzim tamam oldu.
Bugünkü məqsədimiz, bura toplaşmaqda məqsədimiz, söhbətimiz, Acağın elədiyi söhbətlərdən başa düşdüyümüz budur ki, yəni biz ixtilaf istəmirik əhl-i-sünnə qardaşlarımızla. Sadəcə bir kiçik qardaş olaraq onlara bəzi suallar verdik və hamıya bu sualları ünvanlayırıq ki, getsinlər, düşünsünlər, bu sualların cavablarını öz zehinlərində, beyinlərində tapsınlar. Bugünkü söhbətimiz bundan ibarət idi. Hacı, sizə təşəkkür edirik, çox təşəkkür edirik ki, bizə vaxtınızı ayırdınız, bizim dəyərli xalqımıza vaxtınızı ayırdınız. İnşallah gələn cəslərdə sizi gözləyirik. Hörmətli Həzrət Zəhra TV izləyiciləri, sizlərə Allah amandı.